Deməli, indi deyəcəksiniz, bu nədir belə? Hibrid motorun korobkasıdır, gördüyünüz kimi. Bunlarda bublik olmadığı üçün bu əvəz edir. Optima 2018. Yağ filtr dəyişir. Götür. Deməli, bu da korobkamızın içi. Yağ filtr dəyişəcək. Qulluq olunacaq, atılacaq üstünə. Bu maşında da yağ filtr dəyişir və digər servisimizdə görülən işlər. Çoxları olur da, yorumda yazırlar ki, nə bilim, yağ filtri dəyişmək olmaz belə, elə. Yağ filtri dəyişmək olmasa, qardaş, bu qədər maşın hamısı yağ filtrə yaxınlaşmaz, yağ filtrlə bağlı yaxınlaşmaz. Bunda sep başmaq dəstə dəyişir, korobkan yağ filtri də dəyişəcək. Bu da bayaq videoda göstərdiyim kimi 18-in Optimasıdır, hibrid motordur, gördüyünüz kimi. Yağ filtr dəyişir, qulluq olunur, 2 yağ. Bunda korobkası sökülüb, gördüyünüz kimi yağ filtrlə bağlı qulluq olunacaq. Bu da hibriddir. Bunda yağ filtr dəyişəcək, söküləcək. Hal-hazırda radionetdə yer yoxdur deyə gözləyir. Gördüyünüz kimi 2 dənə maşın orada gözləyir. i30, yenə Sorento. Qulluq olunacaq. Ona görə qardaş, hər videoda dediyimiz kimi yağı filtri vaxtı-vaxtını dəyişmək lazımdır ki, problem yaranmasın.